Dövlət kəbinin ilə imam kəbinin fərqi nədir? Dövlət kəbini əslində, dövlət kəbini yox, zaks deyirlər ona, o müqavilə. O əslində bu dövlət işlərinə görə aiddir, sənədlərə görə və s. Amma kəbin isə daha halallığa, iki tərəfin halal olmasına daha sabitdir və ondan qabaq da bu iş görülüb. Ona görə kəbin əsildir. Əsl budur ki, kəbindir. Dövlət sadəcə zaks nəyə görə lazımdır? Bəzən görürsən ki, sənədlərə və s. Məsələn, o işlərə görə, məsələn, dünyavi işlərə görə. Ona görə birinci kəbindir. Və kəbin özü də zaksdan da fərqlənir. Düzdür, zaksda etiraf gəlir ki, hər tərəfdən qol qol çəkilir ki, razılıq əlaməti. Lakin, ola bilər kəbində heç vəli olmasın. Zaksda ola bilər heç vəli olmasın. Oğlanla qız geçsinlər, yazdırsın arıqlarına. Bu da şəri cəhətdən də düzgün deyil. Şəri cəhətdən vəli olmalıdır, xüsusən qız tərəfindən ağsaqqal olmalıdır, icazə verilməlidir. Həmçinin kəbində mehir təyin olunur. Amma zaksda belə məsələlər yoxdur. Ona görə deyək ki, kəbin, zaks kəbindir, xeyr. Ola bilər bəzilər desinlər bu rəyi, amma kəbin əsildir və kəbinsiz düzgün deyil. Bəli.